Tərtərin Kəbirli kəndində meyvə bağlarına bu ilin may ayında yağan dolu nəticəsində ciddi ziyan dəyib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında kənddəki təsərrüfatlara ümumilikdə 321.602 manat aqrar sığorta ödənişi təyin edilib. Qeyd edək ki, bu indiyədək fond tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Qarşıdakı dövrdə planlaşdırılan ödənişləri nəzərə aldıqda isə bu məbləğin ilin sonunadək 2 milyon manatı keçəcəyi gözlənilir. Müstəqil ekspertlər sahədə baxış keçirilmiş, dəyən zərəri hesablamışdılar. Dəyən zərəri dolu nəticəsində keyfiyyət və kəmiyyət itkisidir. 321.602 manat hesablanaraq sığortalıya ödəniş edilmişdir. Aqrar Sığorta Fondu olaraq 41 adda məhsul sığortalayırıq. Təminatlara daxil olan növlər hansı ki, şaxta vurmadır, doludur, fırtına, qasırğa, sel su basma, üçüncü şəxslərin hərəkəti və yanğınla bağlı təminat verilir.